Salam, bu günlərim e, Folknews problemini izah edəcəm. Birinci, yəni problemin İloni'dən girib PDF-ni endirə bilərsiniz. Bu PDF-dir. Prosta bunu özünüz də görürsünüz ki, yəni riyaziyyat simvollarıdır. Bunu başa düşmək çətindir. Bir də problemi sadə dildə izah eləmir. Mən sadə dildə izah eləməyə çalışacağam. Birinci baxaq görək Folknews problemi nədir? Folknews problemi odur ki, bizim burada məqsədimiz nədir? Nə etməliyik? Rahat olsun deyə şama taxtasını göstərəcəm. Bu 4-ün 4-ü şama taxtasıdır. Qısacası bizim ən sadə şəkildə desəm, məqsədimiz ondan ibarətdir ki, 2 dənə vəzir, bir vəzirimiz bu olsun. Bir vəzirimiz də bu məsələn, biri də bu olsun. Biri də Bursa qoyacağım vəzirə. Məsələn, 3 dənə vəzirimiz olsun. Burada bizim məqsədimiz ondan ibarətdir. Birinci qaydamız no two queens are in the same row. Yəni 2 dənə same row-da queen ola bilməz. İkinci qaydamız same column-da queen ola bilməz. Üçüncü qaydamız eyni diaqonalda ola bilməz. Dördüncü qaydamız da ki, hər kolumda bir dənə olmalıdır. Yəni bizim qısacası Folknews problemi budur. Bu yəni belə deyəndə çox sadə səslənir, rahat olur. Bunu koda tətbiq etmək lazımdır. Ən çətin hissəsi odur. Çünki əvvəlki suallar izah eləmişdim. Kodda nəyi necə edəcəyini bilmirəm. Məsələn, burada queen varsa, sən onu izah eləməlisən ki, burada queen varsa, bunun üstünə queen əlavə edə bilməzsən. Yəni artıq orası doldu, oraya heç bir şey qoymaq olmaz. Bunu proqrama kompüteri biz başa salmalıyıq qısacası. Biz indi başlayaq yəni PDF-dən. PDF-dən qısa izah verməyə çalışacağam. Nə nədir, nə nə deyil. Nə üçün yazılıb. Burada başlayaq bu hissəsindən, ən başdan. Let the order be bu hissəsi P bərabərdir S, S0, C0. Bunlar nə deməkdir? Burada da gördüyünüz kimi yazıblar. Bu o deməkdir ki, birinci S-imiz bizim all state, yəni bütün ola biləcək state'lər, all states. İkinci S0-ımız start state'dir. Bizim yəni başlanğıc vəziyyətimiz nə olacaq? Başlanğıc vəziyyət dediyimizdə nədir? Məsələn, biz proqrama verməliyik ki, bizim taxtamız necədir? Yəni matrix verəcəyik ki, necədir? Burada məsələn 0, 0, 0, 0, 0, 1 verib. Tutaq ki, məsələn 4, 5-ci 1 verib, tamam. Burada mənim məsələn verəcəm ki, mən o start state-imi 0, 0, 0, 2, 2, 2, 2, 2, 2, 2, 1. Buralara da 2 verəcəm. Tutaq ki, məsəl üçün, bəlkə səhvdir bu. Burada məsələn bir dənə bizim queen-imiz var. Bir də bu rəqəmlərin nə olduğunu deyim sizə. Bu vacibdir. Suallarda izah olunacaq. Bizim 3 dənə rəqəmimiz olacaq. Biri 0-dır, biri 1-dir, biri də 2-dir. 0-ımız empty deməkdir. 1 queen deməkdir. 2 də attack ya da block deməkdir. Yəni qısacası bunların mənası budur. Bunu başa düşürsünüz yəqin ki. Hər nəsə bu hissəsinin state-in mənası odur. Yəni biz matrix verməliyik buna. Keçək PDF-in izahına, davamına. Sonra bizim burada bu operator verilib. OI defined as follows. DOM-i verib. DOM-OI səhv eləmirəmsə domain olmalıdır. Bəli, DOM-OI domaindir. DOM-OI domain sayılır. Sonra A1, A2, A3, A4, A5 bunlar state'dir qısacası, matrixdir. Bu deməkdir. Sonra
Sonra nə var burada başqa deyiləsi? Hə, bu hissələr vacibdir. Bu hissələri. Bunlar nə deməkdir? Bu məncə imtahanda müəllim bunu izah verəcək ya da daha sadə versiyasını verəcək imtahanda əgər düşsə sual. Çünki bunu heç müəllim özü açıb izah eləməyib dərsdə. Yəni mənim izah elədiyim kimi sadə dillə izah eləyib. Bir də kompüter nəyə başa salmaq lazımdır, hansı alqoritmləri yazmaq lazımdır, onu da ki lövhədə izah edib. Yəni indi bunu açıb bu PDF-i bunun üstündə göstərməyib. Mən prosta qısa izah vermək istəyirəm. Daha detallı öyrənmək üçün çəkib tapa bilərsiniz bu PDF-i orada verəcək. Ondan da böyük bir şey başa düşmək mümkün deyil. Çünki hamısı riyaziyyat simvollardır və kod yazanlara görəsiniz ki, sırf buradakı kimi istifadə eləməyəcəyik. Burada verilən qayda kimi. Burada AJ bərabər deyil 0, AJ bərabər deyil ay bu biri kolumdur, biri də rowdur. Yəni o deməkdir ki, row eyni row olmamalıdır və burada eyni row olmamalı deməkdir. Yox, hə bu AJI eyni row olmamalı deməkdir. Bu da eyni kolumn olmamalı deməkdir. Ondan sonra AJ çıxılsın, AJ çıxılsın 5-də biri. Bu bir hissəsi rowdur, bir hissəsi kolumndur. Bunların birinə bərabər olan o deməkdir ki, bu qısacası bu eyni diaqonalda olmadığı yoxdur. Qısaca bu deməkdir. Ha, buradan götürə biləcəklərimiz nədir? Mən o 4 dənəsini rahat izah eləmişdim. Eyni queenlər eyni rowda olmamalıdır. Yox, 2 dənə queen eyni rowda olmamalıdır. 2 dənə queen eyni kolumnda olmamalıdır. 2 dənə də queen eyni diaqonalda olmamalıdır. Qısacası bunun izahı budur. Biz indi nə qara bilərik? Bundan sonra biz artıq koda başlayaq. Teoriyadan izah olması bir şey qalmadı. Koda daha yaxşı başa düşəcəksiniz. Tamam, koda başlayırıq. Kod nədir? Ən başdan başlayaq. Initdən. Bu nədir? Bunu əvvəl izah elədim. For queens problemi extend edilib problem. Kitabxanası yox da search'də olan problem funksiyasını gətirir. Import eləyir. İndi biz burada initial state var. Olsa problem. Bu initial state'i burada qoyub ki, int tuple and tuples formatda olmalıdır. O demək ki, tuple dəyişdirilə bilmir. Ona görə biz tuple'dan başlayırıq. Biz necə edəcəyik? 0, 0, 0, 0. Bu da gördüyünüz kimi bizim matrix olaraq şəma taxtasını izah edirik ki, proqramlaşdırma dilində visual olsun. Yəni Python terminalda göstərə bilsin burada olduğu kimi. Onu göstəririk. Keçək. Bu hissəsi bitdi. Bu da bizim superdata initial, bu bizim konstruktorumuz sayılır. Bunu da izah eləmişdim copy space problemində. Sonra bizim var action hissəmiz, result hissəmiz, goal test hissəmiz. İndi bunları izah eləyək ki, bunlar nədir? Bu copy space-də izah eləmişdim. Actions-da bizə bunu ya da kompüterdə yazım. Kompüterdə ekrana yazmayayım. Comment kimi. Başlayırıq buradan. Actions. Actions nədir? Action tells you possible next moves. Ondan sonra bizdə nə var? Result var. Result nə işə yarayır? Result bizə seçilən actionları yox, daha doğrusu seçilən move-ları, məsələn biz def main-də göstərəcəm onu sizə. Move verəcək ki, məsələn 4-cü rownun 4-cü kolumuna vəzir yerləşdir. Yəni result onu eləmək üçündür. Applies one chosen move. Ondan sonra applies one chosen move. Ondan sonra bizim goal testimiz var. Goal test. Bu nədir? Yoxlayacaq ki, əgər bizim
taxtamız, şama taxtamız e, bitib yoxsa bitməyib. Bunun üçündür. Hmm. İndi qayıdaq geriyə action hissəsinə baxaq. Action'da nə etməliyik, necə yazılmalıdır, qoy buna baxacağıq. Tamam. Actions'da birincisi ən başda nədən başlayaq? Bu əvvəlki Python'da da öyrənmisiniz. Biz action'ları hansısa bir yerdə store etməliyik ki, onu sonradan print eləyə bilək. Bunun üçün act bərabərdir list yaradacağıq. Bundan sonra biz for I in range 4 for j in range 4 istifadə edəcəyik. Burada I-dan j I row-dur, j də column-dur. Əgər if state I j bərabər sıfırdırsa bu niyə belə problem yaradır? Act, tamam, problem yoxmuş. Act stat append o vergül bunu biz actions'ı dediyim kimi biz özümüz verəcəyik ki, hara nə əlavə eləmək lazımdır. Burada da i+1 istifadə edirik, bir j+1 istifadə edirik. Bunlarda da məqsəd nədir? Pythonda yox desə, bütün proqramlaşdırma dillərində indeks sıfırdan başlayır. Biz +1 əlavə edirik ki, birdən var. Onu birdən başladırıq ki, table istədiyimiz kimi görsənsin. Bitdi. Return act. Ən axırda return eləməliyik. Bu da normaldır. Yəni return eləməsən output verilməyəcək geriyə. Təsvir silmək olar. Tamam, gəldik indi result hissəsinə. Result nə idi? Applies on chosen move. Tamam. Apply on one chosen move. Bir dənə move seçəcəyik, onu apply edəcək. Mən burada belə bir şey hazırlamışdım. Bu daha rahat başa düşmək olsun deyə. Çünki o result hissəsi biraz qəlizdir. Bunu restart ataq. Başlayırıq. Bizim birinci olaraq qol hissəsində, result hissəsində belə bir kod yazmalıyıq. Hansı ki, takes a state and action, then returns a new board after the action. Nəticə olaraq məqsəd təzə bir dənə state verəcək, onu götürüb də nə eləməlidir, hara qoymalıdırsa onu götürəcək və ən axırda da returns a new board after the action. Bu nə deməkdir? Takes a state and action deyəndə biz onun state verməliyik, nəyə oxşamalıdır, nəyə bizim verəcəyimiz, biz ona qısacası belə bir dənə 4-ün 4-ə matrix verməliyik və o matrix içində burada gördüyünüz kimi doldurma şansımız var. Məsələn, istəsək 1 qoya bilərik bu hissəsinə, istəsək bura 2 qoya bilərik. Yəni ona uyğun deyil. Məsələn, burada mən belə qoyanda bu nə deməkdir qısacası? Bu queue buradadırsa, bu hissələrə heç bir şey queue qoymaq olmaz, bu hissələrə qoymaq olmaz, bu hissəyə qoymaq olmaz, ancaq bura qoymaq olar. Burada qoyanda artıq bir dənə bura boş qalacaq. Yəni bir dənə queue bura, bir dənə queue bura, bir dənə queue bura, bir dənə də ki bir dənə də hara qoymaq olar? Hər ikisində ortaq boş qalan 3 dənə qoymaq olur queue. 3 dənə queue qoya bilirik. Bura qoyanda, bura qoyanda, bura qoyanda 3 dənə queue qoya bilirik. Qısacası bu deməkdir. L3-dən bir də LK istifadə edəcəm. Resultda. O da ki, burada da istifadə etmişəm. Burada. Burada da L-K-nın mənası ondan ibarətdir ki, L-imiz selected square üçündür. Bu Pythonda indekslər göstərir. I üstdən J2. Yəni row column kimi göstərdim mən. Yəni bu indeks göstərir ki, harda yerləşir. Məsələn, bura gələndə queue-nun indeksi i-miz 0-dır. J-miz 3-dür. Yəni row-muz 0-dır. J-mizdəki üstü 0, 1, 2, 3. Amma bunu
Normala çevirəndə +1 eləməliyik. Çünki bu birinci row-nun 4-cü kolumunda deməkdir. Belə olsun. Bu hissəsi bu bunu deməkdir. Row kolumu göstərir. Bu da ki selected square. Selected square-də yəni bununla bu həmişə bir-birinə yox, bununla bir olmayacaq. Çünki bu selected square yerləşir birinci row-nun birinci kolumunda yerləşir. Yox, 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 yox. Ha, tamam, düzəldi, düzəldi. Selected square yəni eyni olur, onunla eyni yerdə. Bu prosta göstərici, məsələn, bu square. Bu square-in yerini göstərir, bu da rəqəmin yerini göstərir. Bu hissəsidə ki, izah elədim nədirsə, yəni state-i götürür, action götürür və onu yerinə qoymaq üçün istifadə olunur. Onu indi output-da daha yaxşı görəcəksiniz. Mən bunu yazdım burada. Yazım indi də buradan kopyalayayım. Atım bura bunu. Var artıq orada yazmaya ehtiyac yoxdur. New state bərabərdir. Hə, burada new state bərabərdir qoydum. Don't forget to convert state to list of convert tuples of tuples. Yəni bu nə deməkdir? Biz tuple'un üstünə dəyişdirə bilmədiyimizə görə bizə verilən tuple listə çevirməliyik. Listə çevirməli olduğumuza görə də def təzə bir dənə class yaradacağıq. Function yaradacağıq. Convert state to list state tuple return list x for x in state tuple belə olacaq. State list istifadə edəcəm burada. Burada da bunu buna bağlayıb olduğu kimi qalır. Convert state yox, bu səhv yazmışam adı. Dəyişib tuple demək lazımdır. Tamam, bu ikisi məqsədlə ibarətdir. Belə deyəsən, bunu da dəyişmək lazımdır. Belədir, səhv yazmıramsa. Belə olacaq. Biri dur oradan burada verəcək. Nəsə. Biri listdən tuple çevirir, biri də tupledan listə çevirir. Ən axırda çünki tupledan listə çevirmək ehtiyac ola bilər. Burada deyir ona görə. Yazdım. Keçək new state-ə. Convert state to list state. For L in range 4. For K in range 4. If L equal I and K equal J, new state LK bərabərdir 1. New state LK bərabərdir 1. Dəqiqə. Bundan sonra necə olacaq? Bundan sonra burada qayda izah olunmalıdır. Əslində bu AJ bərabərdir deyil 0 AJ. Bunu istifadə etməyə çalışacağıq. İşte mən burada da bunun izahını burada if L bərabərdir I, K bərabərdir J, new state tapır ki, hara LK bərabərdir 1, ora əlavə edir. Ondan sonra L-imizə, I-imizə, K-imizə, J-imizə bərabərsiz. Ya da L bərabərdir I, ya da K bərabərdir J, ya da ABS. Yəni ABS absolute value deməkdir. I çıxılsın, L-in absolute value bərabərdirsə, absolute value J çıxılsın K-ya. Onda da new state-i LK2, yəni block state kimi elan eləyir. Bu da second condition attack square-ləri və same row-da, same column-da ya da same diagonal-da olmağı yoxlamaq üçündür.
Bir de buradan kopyalayayım. İşte paste eləyirəm. Bu hissədə problem bu remove redundant. Hə, parantezin nəsə remove edə bilərik. Bunun qısacası mənası o deməkdir. Ən axırda da nə qalacam? Return convert state to tuple new state. Bu deməkdir. İzahı da budur. Burada da convert state to tuple-da, yəni list eləmişdim. Təzədən tuple dəyişirəm ki, print eləyəndə dəyişə bilməsinlər deyə sonradan. Yəni qısacası buna görə. Keçək goal testə. Goal testimiz nə idi? Burada yazmışam. Check if the board is finished. Boardun finished olmadığını yoxlamaq üçündür. Bu da nə deməkdir? Yəni qısacası bu yoxlayacaq ki, yəni hər şey olduğu yerindədirmi? Yəni queenlər yerindədir və veriləni eləmişikmi? Veriləni eləmişikmi? Yoxsa nəmi? Option. Burada goal testi bool state bərabərdir convert state to list state for I in range 4 for J in range bool state I J bərabərdir state I J bərabər 1 return all any return all any ayda bu hissəsini burada yazırıq. Burada olmalı yazmışdım. Bu hissə checks with every row has at least one queen, yəni heç olmasa hər rowda bir dənə queen var, bunu yoxlamaq üçündür. State IJ bərabər becomes true if there is a queen and false if there is not. Any bool state does this row contain at least one queen. Means the all for rows contain queen. All'un mənası budur. Burada all'da onu yoxlayacaq. Any bool state I burada kim yazacaq? Bu niyə bu listin? Hə, burada tamam. Burada listin içində yazacaq yoxlamaq üçün. Any bool state I bundan sonra da for I in range 4. Bu da nə üçün 4 qoyuruq? Bizim 4 row 4 kolumuz var. Onu yoxlasın. Yəni burada row-nu yoxlayacaq. Ayrı odur. Row-nu yoxlayacaq. Cəzası ki, row-da varmı, yoxmu? Queen varmı, yoxmu? Gəldik bu hissəsinə, def main hissəsinə. Def main-in nə üçün istifadə edəcəyik? Biz output-u print eləməliyik. Print eləməliyik deyəndə, yəni işləyib işləmədiyini yoxlamalıyıq proqramın. Birinci F queen-dən başlayaq. Bərabərdir. Görürsən, output yazmışam bura. Output-u yox. Main hissəsini yazmalıyam sıfırdan. Tamam. Bərabərdir for queens. Tamam. Bundan sonra my state verəcəm. Yəni hansı state-dən başlayacaq onu verməliyəm. Bunu da özüm verəcəm. State 3, 4. Tamam. Bitti. Print len if queen dot actions my state print matrix
Bunu burada importləmə ehtiyac yoxdur. Mən indi yazıya bu hissəsini sürətləndirə bilərsiniz videonun bu hissəsini keçin. Bu hissəni sürətləndirin. Mən bir dənə qolları yazım. Ondan sonra davam edəcəm. Print matrix my goal state print f queen dot goal test my goal state print method print trailer f queen ve print matrix'i print eləmək üçün də bunu burada yazmalıyım. Def print adını yazmışım burada. Print matrix bu burada matrix'i qəbul edəcək input olaraq sonra necə olacaqdı bundan sonra print edəndə matrix'i print eləmək üçün for I in range istifadə edəcəm. Range'imiz 4 yox 4. Matrix'i mən yuxarı range birdən dəyişirəm, ona görə max range yoxlasın özü. Bir də print matrix I bunu print edəcək. Output print eləməsi üçündür bu. Tamam, bir dənə run edəcək ki, run eləyirmi? Əla. Süper. Problemimiz nədir? Mən də bundan bu dəfə try error method. Ben burada səhv eləmişəm outputda. Yəni videonu dayandım. Video davam eləyim. Problemləri tapdım. Biri budur. Burada mən 2 dəfə repeat eləyirəm. Copy paste elədim deyə oldu. Bir də problem biri buymuş. Burada tuple olmalıdır çöldə tuple çevirmək üçün. Return tuple bir də bu ətrafı tuple-dan bağlı olmalıdır. Belə olmalıymış. Bu sintaksi buymuş. Hər nəsə bir də run eləyək. Görək indi nə olacaq. Tamam. Bu hissəsi trial error metodda problem var. Trial error metodları niyə problem ola bilər? Böyük ehtimal trial error yeri saxlayaq. Trial error problemini yeri dayandıraq. Bir də run eləyək, görək problem varmı? Yox, problem yoxdur, düzgün işləyir. Trial error böyük ehtimal kitabxanadadır problem, ona baxmaq lazımdır. Biz burada nə edirik, necə eləyirik? Birinci hissəsində mən buna state verirəm. My state verirəm. Show toolbar view mode doc move to sağ tərəfə. Right doc. Tamam. Belə daha yaxşı olacaq. Daha rahat göstərə biləcəm. Burada mən 16.2.0.0 burada görürsünüz ki, my state verirəm. 0000'dir hamısı. F queen verirəm. Və burada deyirəm ki, buna print len F queen my actions my state. Burada toplam actionların sayını deməlidir. Burada hamısı 0 verdiyinə görə, yəni hamısı ora 1 də qoya bilərik, 2 də qoya bilərik. Queen olmadığına görə burada toplamda hamısı boşdur. O da 4'ün 4'ü olduğuna görə 16 verəcək cavabı. Bundan sonra burada bizim print matriximiz var. 044. Bu artıq matrixi print eləyir burada. Və biz burada buna nə deyirik? O44. Yəni 4-cü row-un 4-cü kolumuna, hansı ki buradır. 4-cü row
Dördüncü kolon, dördüncü row düşür 1-ə. Dördüncü kolon, dördüncü row 1-ə düşüncə bura 1 qoyulur. Bura 1 qoyulanda da hara bundan sonra haralar blokdur, haralar queen qoymaq olar onu göstərəcək. Eee, Sonra da bizim burada ikinci hissəsində My Goal State var. Goal State'e biz 0, 1, 0, 0 veririk. Bizim yəni məqsədimiz budur. My Goal State'də nə üçün idi? My Goal checks if the board is finished. Yoxlayır ki, yoxlayıb finishli finish deyil. Burada gördüyünüz kimi bu queen'in bura qoyduğumuz zaman diaqonalı bu hissədir. Bu hissədir, yuxarıda, aşağıda. Bunların heç birində olmadığına görə burada ola bilər. Yəni qısacası bu bizim qaydamıza uyğundur. İlk başda olan 4 dənə verdiyim qayda uyğundur. Ona görə bizə true verəcək və bitdi. Belə, yəni bu qısacası bunun üçündür. Burada trial error metodu var. Bu nə üçündür? Bu özü yoxlayır. F queen'i for problemimizdə olanla götürüb həll eləməyə çalışır. Bizim burada verdiyimiz konstruktordan istifadə eləyir. Bunun belə deyim, base olaraq konstruktor bunu qəbul edir və problemləri deyir ki, hardan variantları bizə göstərir qısacası ki, hara nəyə qoymaq olar. Prosta bu nədənsə işləmədi. Niyə işləmədi bilmədim. Nə deyir bizə burada? Main print try F queen successful state of the expand problem. Məncə bu AJ-dədir problem. Bir dənə baxaq görək tapa biləcəyikmi? AJ introduction spelled a indi işləyəcək. Hə. Problem nə idi? Biz burada formatda i+1, j+1 var. Burada bir dənə vergül qoyanda o vergüldə expect edir. Gözlük ki, vergül də verir. Olmayanda problem olur. Ona görə vergül qoymaq olmaz burada. Burada bizim variantlarımızı göstərir. Bu səliqəli yazmıyor, amma hər nəsə. Bu 0, 2, 2, 2, 2, 1, 2. Bunu bir dənə yazım göstəreyim. Nə də yazım deyəndə bir saniyə bunu açım. Bu da burada qalsın. Nə deyir bizə? 0, 2, 2, 2, 2, 2, 1, 2, 0, 2, 2, 2, 2, 0, 2, 0 desəm olacaq. 0, bəli. Yəni biri bura yerləşdirmişik. Bu hissələri olacaq boş. Amma bu birisi hissələrə queen qoymaq olmaz. Bunlar olacaq dolu. Queen qoysaq qayda səhv olur. Çünki bir buranı da bloklayır. Buranı da bloklayır. Buranı da bloklayır. Bu hissənin hamısını bloklayır. Dalınca bulunan bu hissəni də bloklayır. Buraları da bloklayır. Ona görə bizə queen qoya biləcəyimiz hissələr ancaq bunlardır. Bitdi qısacası. Yəni bura queen qoya bilərik. Bura queen qoyandan sonra artıq bura queen qoya bilmirik. Yəni belə. Bu qısacası bunu yoxlamaq üçündür. Trial error. Ümidvaram ki, başa düşə bildiniz. Yəni bacardığım qədər yaxşı izah eləməyə çalışdım. Bir də bu hissəsində bundan daha rahat başa düşərsiniz. Visual olaraq göstərdim. İndi özünüz də bu hissəsinə təzədən bir də qayıdıb baxa bilərsiniz. Daha rahat başa düşərsiniz. Çünki bu visual olan adam daha rahat başa düşür. Belə. Ümidvaram ki, başa düşdünüz.